El arasında quzuqarnı adlanan göbələk növünü Xaçmaz və Şabran rayonlarının meşəliklərindən mart ayının ikinci 10 günlüyündən başlayaraq toplamaq olar. Quzuqarnı mövsümü aprel ayının ortalarına dək davam edir. Hazırda Şabran və Xaçmaz rayonunun meşəliklərindən toplanan quzuqarnı magistralların kənarında səyyar şəkildə satanlara rast gəlmək mümkündür. Quzuqarnı toplamaq çətin olduğu üçün digər göbələk növlərindən baha satılır. Amma buna baxmayaraq alıcıları da az deyil. Şimal bölgəsində yeganə olaraq quzuqarnı adlı göbələk yetişir. Bu göbələk digər göbələklərdən fərqli cəhəti ondadır ki, sıx meşədə yetişir. Ən əsası isə bu göbələk parnikdə yetişmir. Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Belə ki, bu göbələk xalq təbabətində qan xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Bundan əlavə göbələyin bu növü gözlər üçün də faydalı hesab olunur. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Amma deyilənə görə əvvəllər meşələrdə quzuqarnı bol olurmuş. Quzuqarnı istixana şəraitində yetişdirilmir və konservləşdirilmiş halda da satılmır. Şəmsdən Fikrətli, Emin Kərimov, Dünya TV.